Salam olsun mənim gözəl Azərbaycan millətimə. Bura Qəradağın ürəyi və behtarin mühitlərin biridir ki, mənabə-i zəxirəsi bir həd yuxarıdır. Və mənim ustadım Zeynalov ki, Allah rəhmətinə gedibdi. Bu mühitlərə gəlmişdi və mənə tərif etmiş ki, buranın qəni sazısından ki, 385 model burada mən rəcə görmüşəm. Və mən 3 gecə gündüzdür bu mühiti 540 kilometr dolanırıq və mən 385 model rəcədən çoxum burada gördüm. Və bizim bu daşımız nə kopritdir, nə kalkopritdir, nə kalkozundur. Buna deyərlər təlay azət ya təlay zində. Ki rəngindən özünüz müşəxxəsin görürsünüz. Kuvartezin içində, təlazində bir tikə səpibdir. Bu təlazində nə mənədən təşkilə gəlib? Təlazində o məntəqənin ki, mənabə-i zəxirəsi yuxarı olar. Bir şəsət yuxarıdan təlazində fişara gəlib çıxar eşiyə. Bir tikə təlazində. Əgər bu pirit olsa, pirit həmməşə səpələr daşları, amma bu bir tikədir, özünüz müşahidə edəsiniz. Bəli, bizim piritimiz ki, həmməşə deyərik daşa yayılar, həman budur. Rəngi də, daşa səpbağı da bir cür olar, pirit yanı bu. Amma təlazində bu rəngidə, bu tipdə tikə gəlir.